Kız xanım yenə gecikir işə. Gecikir deyəndə hamıdan tez gələn mənəm. Sadəcə olaraq tələsməyi sevmirəm. Xoşum gəlir aramla gedim. Bax bu günləri yubanıb çıxmışam, ona görə də tələsik gedirəm ki, gedim. Buraları tanıyanımız var mı? Hər gün mən bu yolu gedirəm. Hər gün səhər mən bu yolu gedirəm. Tələsə, qaça, aram. Sabahınız xeyir olsun, necəsiz, işiniz, gücünüz. Quşların səsini eşidirsiniz. Ləzzət. Geciksən də ləzzət edir. Burada belə bir yeməkxana butkası açıblar. Bunun səliqəli baxılır. Amma heç cür başa düşmürəm də elə balaca pomisheniya, balaca yerdə necə təmizlik qoruna bilər. Bax onu başa düşmürəm. Çünki mən elə başa düşürəm ki, ay Allah, siz bilmirsiniz burada nə ətirlər gəlir, bilmirsiniz. Yay gəlib artıq. Ayın 29'udur. 29 May 2025 yıl. Geçen defa 24 demiştim yine. O 24'ten el çekebilmirəm nəsə. Buralara gelip gideniniz var mı? Sabahınız hayır olsun, gününüz aydınlık olsun, işleriniz avant olsun. Nerede mazara? Rast gəlməyəsiz. Sağ ol deməyi bacaranlara rast gələsiz. Ümumiyyətlə həyatda sağ ol deməyi bacaransınızmı? Yoxsa hər şeyi qiymətsiz eləməyi sevirsiniz? Amma düzünü deyin. Əgər insana bir dənə çox sağ ol sözü lazımdırsa, de də. Niyə onu hər şeyini qiymətsiz eləməlisən ki? Ne var bir dənə çox sağ ol deməyəcəksən. Başa düşmürəm elə insanları. Əgər insana bir dənə çox sağ ol sözü lazımdırsa, yeri gəlmişkən bəzi izləyicilərim yazırlar, özdə ən çox istədiyim, sevdiyim izləyicilər ki, ay doktor, sizin canlığınızı görə bilmirəm, mən neyim axı, bilmirəm səbəbi nədir. Niye bəziləri mənim canlımı görə bilmir? Mənsə həmişə çalışıram canlı açım ki, real insan olduğumu göstərim. Yəni fiktivni yox, yalandan yaradılmış səhifə yox, necə deyərlər, real olduğumu göstərirəm. Və yeri gəlmişkən, bilmirəm eşitmişsiniz, eşitməmişsiniz. Reklamlarla məşğul olan blogerlər haqqında qərar çıxarılıb. Görürsünüzmü Nərgiz xanım necə uzaq görəndir? Mən onu bilirdim ki, o yol düz yol deyil. O yol mütləq səni işə salası bir şeydir. Və o haram, yəni necə deyim, biraz haram sözü düz gəlmir. Bir balaca elə şeylər sonra gördüğünüz gibi hardan keçirəm. Sadəcə olaraq orada balaca uşaq var, giyinib yəqin ki. Merafiyasiyaları var, son zəngləri var, rəqsləri var, nəyi varsa. Onu demək istəyirəm ki, o blogerlər haqqında, reklamla məşğul olan blogerlər haqqında qərar çıxarılıb ki, vergi ödəməlidirlər. Bəli, ona görə mənə sorğu-sual eləyən, mənə like qoymayan, qohum əqrabama, iş yoldaşlarıma, həkim yoldaşlarıma səslənirəm. Bildiniz ki, mən heç bir gəlir əldə etmirəm bu səhifə ilə. Ona görə ki, mən bilirəm ki, gəlir əldə edən istənilən sahə əvvəl-axır cərimə olunur, mütləq surətdə vergi ödəməlidir. Əgər sən bu dövlətdə
ne pul kazanırsansa onun vergisini ödemelisin. Bunu dərk etmek lazımdı. Ona göre de bakın bir daha Nergiz Hanım'ın uzak görenliğini gördünüz. Nar ağacları artık çiçekleyiblər, güzelleşiblər. Ama benim vicdanım temiz, hiçbir narahatçılığım yok. Ona göre ki ben hiç ne reklam etmirəm, hiç ne özümü, ne özgəsini, heç kəsi reklam eləmirəm. Ben sadece olarak insan kimi öz həyatımı çəkirəm. Allah rəhmət eləsin. Palatka qurulub. Allah cəmi ölənlərə rəhmət eləsin. Qalanların canını sağ eləsin. Mərd mazarlardan uzaq eləsin. Allaha and olsun. Hər gün səhər bu duanı eləyirəm. Məndən də ay Allah, mənim əzizlərimdən, mənim izləyicilərimdən, hamıdan mərd mazarı uzaq elə. Mərd mazar sözü bilirsiniz də nədir? Mərdə məzar qazan insana mərdə məzar. Yani mərdi öldürən. Bir var ki, namərdi öldürməyi nə var ki? Mərdə məzar qazan. Allah ölənlərə rəhmət eləsin. Bir daha qalanları da mərdi mazarlardan uzaq eləsin. Öpürəm hamınızı. Tələsik bir video. Yəni ölməmişəm, hələ sağam. Harda öləcəm, onu da biləcəksiniz. Sağ olun, sağlıqla qalın. Öpürəm hamınızı, geçkirəm.